Hardasa bir 10 ildən sonraki vəziyyəti təsəvvür etsəksə, növbəti sikl sertifikasiyadan sonra əminik ki, artıq məktəblərimizin hamısında sertifikasiya balı kifayət qədər yüksək olan müəllimlər işləyəcək və bu müəllimlər məktəbin simasını müəyyən edəcək və valideynləri şagirdləri üçün daha yaxşı məktəb seçmək ehtiyacı qalmayacaq. Məktəblər bir-birindən təhsil səviyyəsinə görə yox, onların şagirdlərə təqdim etdikləri dərsdənkənar fəaliyyətlərə görə seçiləcəklər. Təsəvvür edin ki, bir valideyn öz uşağına məktəb seçəndə fikirləşir ki, filan məktəbdə yaxşı bir dram dərnəyi var, uşağım orada oxusa yaxşı olar. Başqa biri, başqa bir məktəbi güclü basketbol komandası olduğuna görə seçir. Bax, bizim nəzərimizdə tutduğumuz ideal məktəb modeli budur ki, məktəblər bir-birlərindən bu xüsusiyyətlərinə görə fərqlənsin də, savadlı müəllimlərinin sayına görə yox. Çünki arzumuz bütün məktəbləri savadlı müəllimlərlə təmin etmək və hər bir Azərbaycan uşağına harada yaşamasından asılı olmayaraq keyfiyyətli təhsil təqdim etməkdir.